Salam uşaqlar, bugün 10-cu sinif üçün qısaca bir paylaşıram. Üzr sayın, səsim də batıbdır. Gəlin başlayaq. Deməli, mətndir. Mətni oxuyum, ondan sonra da suallara cavab verərik. Шуша – колыбель азербайджанской национальной музыки и поэзии, древний исторический памятник. Deyir ki, Şuşa Azərbaycan milli musiqinin və poeziyanın beşiğidir, qədim tarixi abidədir. Особо примечательна история крепости Шуша, которая была построена в целях обороны. Müdafiə məqsədi ilə tikilmiş Şuşa qalasının tarixi xüsusilə diqqətə layiqdir, deyir. Азербайджанский правитель Панахали хан, основавший в 1747 году Карабахское ханство с целью обеспечения надежной защиты своих владений от внешних врагов, велел возвести в 1752 году крепость Шуша. Deyir ki, 1747-ci ildə Qarabağ xanlığının əsasını qoyan Azərbaycan hökmdarı Pənahəli xan, deməli, öz mülklərinin, belə deyək də, xarici düşmənlərdən etibarlı müdafiəsini təmin etmək üçün 1752-ci ildə Şuşa qalasının tikilməsi barədə göstəriş verdi. Она упоминается в исторических источниках под названием Панахабад в честь его основателя. Deməli, tarixi mənbələrdə onun yaradıcısının şərəfinə Pənahabad adı ilə deməli qeyd olunur. В период второго карабахского правителя Ибрагим Халил хана Шуша была обнесена мощной оборонительной стеной. Deyir ki, deməli, ikinci Qarabağ hökmdarı İbrahim Xəlil xan dövründə deməli Şuşa güclü müdafiə divarı ilə əhatə olunmuşdu. Вскоре здесь появились многочисленные ремесленные, кузнечные, оружейные мастерские. Deməli, tezliklə çoxsaylı sənətkarlıq, dəmirçi və silah imalatxanaları yarandı. Предметы обихода и оружия, созданные шушинскими мастерами-умельцами, славились по всему Востоку. Deyir ki, Şuşanın mahir sənətkarlarının yaratdığı məişət əşyaları və silahlar bütün şərqdə məşhur idi. На гербе города Шуша были изображены языки пламени, указывающие на страну огней, тигра, олицетворяющий силу и могущество, и знаменитый карабахский скакун. Deməli, Şuşa şəhərinin gerbinə alovla odlar yurduna işarə edən, güc və qüdrət təcəssüm etdirən pələng və məşhur Qarabağ atı. С XVIII века Шуша являлась столицей Карабахского ханства и одним из важнейших культурных центров Азербайджана. 18-ci əsrdən Şuşa Qarabağın xanlığının paytaxtı və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olmuşdur. Ее стали называть Малый Париж, Храм искусства Кавказа, колыбель азербайджанской музыки и Kafkaskaya konservatoriya. Və onu Kiçik Paris, Qafqaz İncəsənət Məbədi, Azərbaycan musiqinin beşiği, Qafqaz konservatoriyası deyə adlandırırdılar. Belə uşaqlar, deməli, oxuduq və indi укажите верную последовательность, yəni düzgün ardıcılığı göstərmək lazımdır burada. Baxırıq ki, məsələn, bax, birincisi, qələmi götürüm. Nədən söhbət gedirdi? Şuşa колыбель азербайджанской, deməli, kulturu. Düzdürmü? Ondan sonra история крепости Şuşa. Tak, ondan sonra deməli, üçüncüsü bizdə Şuşa колыбель азербайджанской kulturu, yəni Şuşa Azərbaycan mədəniyyətinin beşiğidir. Düzdürmü? История крепости Şuşa. Bu ikinci gedir. Düzdürmü? Burada Şuşa qalasının tarixindən söhbət gedirdi. Ondan sonra Slava Şuşinskих мастеров gedir də burada. Şuşa ustalarının deməli, belə deyək də, məşhurluğu, belə deyək. Ondan sonra dальше, второй. Gerb goroda Şuşa, Şuşanın, deməli, Şuşa şəhərinin gerbindən söhbət gedirdi. Və axırda da Şuşa stolitsa Qarabağskого xanstva, yəni Şuşa Qarabağ xanlığının paytaxtıdır deyə. Deməli, bizdə onda birdə C variantı burada uyğundur. 3, 1, 4, 2, 5. Belə, keçək növbəti bizim, deməli, sualımıza. Tak.
Так, 2-də. Укажите основную мысль tекsta. Söhbət nədən gedirdi? Uşaqlar, gəlin baxaq. Əlbəttə ki, söhbət Şuşadan böyük bir tarixi abidədir deyə biz A variantını burada əsas ideya kimi götürürük. 3-də составьте предложение. Bu cümlə diqqətlə baxsanız, deməli mətndə var uşaqlar. Так. C variantıdır da. Yani азербайджанский правитель Панахали хан, так, основавший в 1747 году Карабахское ханство с целью обеспечения надежной защиты своих владений от внешних врагов, велел возвести в 1752 году крепость Шуша. Deməli, 3-də bizdə C variantıdır. Дальше, 4-də. 4-də определите соответствие, uyğunluğu tapmaq lazımdır uşaqlar. Gəlin baxaq. Построил что? Nə etdikdir? Qalanı da. Построил крепость. Построил крепость. Основал ханство. Так, ханlığı da qurubdu. Упоминается в источниках. Так, mənbələrdə edilmişti. İzobrazается на гербе. Deyirik 4C. Так, ondan sonra gerbdə yani təsvir edilmiştir. И появились в городе. Şəhərdə meydana çıxdılar da belə deyək. Так, 4-də 10-da bizdə uyğun olan D variantıdır. Дальше. Дополните предложение. Bu cümləni də tamamlamalıyıq. Uşaqlar, bu cümlədə deməli mətndə var. С 18 века Шуша являлась столицей Карабахского ханства и одним из важнейших культурных центров Azərbaycana deyə bu şəkildə davam edə bilərsiniz. Deməli, 5-də bizdə C variantıdır. Yəni, mətni diqqətlə oxusanız, cavablar hamısı mətnin içindədir uşaqlar. Так, дальше. Так, 6 yoxdur burada. Növbəti. Так, выберите неверный вопрос предложения. Yəni, düzgün olmayan cavabı tapmalıyıq burada. Yəni, səhv. Məsələn, в период второго карабахского правителя Ибрагим Халил-хана Шуша была обнесена мощной оборонительной стеной. Да? Burada deyir ki, 2-ci Qarabağ hökmdarı İbrahim Halil-xan dövründə Şuşa güclü müdafiə divarı ilə əhatə olunmuşdur. Və deyir ki, hansı sual buna uyğun deyil. Məsələn, 1-ci sual. В какой период Шуша была обнесена мощной оборонительной стеной? В какой период? В период второго карабахского правителя, да? Belə deyək. В период какого правителя Шуша была обнесена мощной оборонительной стеной? Ибрагим Халил-хана. Когда Шуша была обнесена мощной оборонительной стеной? Когда? Навах. В период второго карабахского правителя. Что произошло в период второго карабахского правителя Ибрагим Халил-хана? Что была обнесена мощной оборонительной стеной, да, Шуша? Когда возникла Шуша? Шуша Навах, deməli, belə deyək də, возникла, yəni meydana çıxdı deyə. Bu suala yoxdur. Yəni, bu səhv sualdır. Bu cümləyə uyğun deyil. 7-də. Укажите слова, в которых все согласные звонкие deyir. Yəni, burada bizə deyir ki, hansı sözlərdə согласные звонки, yəni samitlərin hamısı cingiltilidir. Все согласные звонки. Так, bizdə əlbəttə ki, bilirik ki, самые звонки какие у нас? Əsas. Bilirik ki, bunlar B, V ilə gəlin burada yazım mən. Bəlkə kimsə belə deyək də, звонки. Так, B, V, G, D, J, Z, так, и краткая, L, M, N və R. Bax, bunlar у нас согласные звонки. Deyir ki, bu hərflər olan sözlərim. İndi baxsanız, əlbəttə ki, biz A variantını seçə bilərik. Потому что здесь все согласные звонки. Yəni, samitlərin hamısı G, L, G, L görsünüz, burada var. Burada Z, N, N тоже звонки. G, L, V тоже звонки. Видите? Ona deməli bizdə 7-də A variantı düzdür.
8-də укажите слова, в которых все согласные глухие. Deyir ki, samitlərin hamısı kardır, hansı sözlərdə. İndi kar deməli tak yazım bura. Kar səslərdə yazım. K, S, P, T, F, H, C, Ç, Ş və Ş. Bu şəkildə. Yadınızda saxlayın bunları. Və uca bu hərflərə baxaraq siz başa düşərsiniz ki, harda samitlərin hamısı kardır. Yəni hərflərin hamısı. Bu hərfləri yazmışam da, kar hərfləri. Tak, gəlin baxaq. 8-də, 10-da A variant düz gəlir bura. Belə. Keçək 9-cu tapşırığımıza. Tak, videonu dayandırıb özünüz uşaqlar yaza bilərsiniz də. Так. 9-da. Укажите слово, в котором все согласные твердые. Все согласные tвердые. Все согласные tвердые nə deməkdir? Yəni bizi bilirsiniz ki, elə sözlər var ki, hansı ki, belə deyək də, elə saytlar var ki, hansı samitləri incəldir ya da qalınlaşdırır. İndi bizdə də belədir sualda. Все согласные tвердые. Yəni samitlərin hansı qalın olan. Deməli, biz samitlərin yanında hansı qalınlaşdıran saitləri bilməliyik. A, O, U, I və E. Bax, bu saitlər neyinir? Samitin yanında olanda onları qalınlaşdırır. Amma onu da yadınızda saxlamalısınız ki, 3 hərf var ki, onlar həmişə deməli qalın olur. Onu da yazıram bura. J, Ş və Ş. Yəni nə qədər deməli incəldici saytlar yanında olsa da o həmişə qalındır. Bax, bunu yadınızda saxlasanız, o dəqiqədə sözü tapa bilərsiniz. Məsələn, şopot sözü A variantını niyə seçdik? Ş hərfi öz-özüylə, belə deyək də, qalındır. Всегда tвердый, həmişə qalındır. J, Ş və Ş. Həmişə qalın olan. Ş yox, burada C-dir. Tak, üzrü sayın, burada C-dir. Ş deyil. Aha, C hərfidir uşaqlar. J, Ş, C bu həmişə qalındır. Üzrü sayın. Çünki ikratka Ç və Ş bu всегда mягкий, həmişə incədir. Tak. Deməli bunu sileyim belə. Aha, J, Ş, C həmişə qalındır. Bir də deyirəm. Tak, A, O, U və burada E. Biraz telefonda işləmək çox çətindir uşaqlar. Ona görə də baxı o şəkildə alınır valla. Tak, Ş. Deməli bizdə Ş dediyim kimi həmişə qalındır. Yo hərfi Ş-nı, yo vəbşə saiti neyinir? Samiti incəldir. Amma biz demişik ki, Ş həmişə bizdə qalındır. Ona görə də fərq eləməz. Onun yanında yodur, yedi, idi, yudu. Yəni incəltmir də onu. Ondan sonra o hərfi biz bilirik ki, bu da P-nı qalınlaşdır. Ona görə də bizdə şopot sözü düz alınır. Məsələn, укажите слова, в которых все согласные мягкие deyir. Согласные mягкие, yəni samitlərin hamısı incədir deyir. Deməli, hansı saytlarımız incəldir samitlərimizi? Y, Yo, I, Yu, Ya və məhki znak. Bax, bunlar incəldir samiti. Hansı samitin yanında olsa, deməli, onu incəldir. Kromi, J, Ş, C-dən başqa, bunlar hamısını incəldir. Belə deyək. Amma həmişə də incə olan 3 hərf var dediyim kimi. İkratka, Ç və Ş. Bunlar həmişə incədir. Bax, bunların yanında məsələn A, O, U, I, E olsa da ona baxmayaraq bu hərflər axı biz demişik ki, qalınlaşdırır. Bax, o hərflər bax bunların yanında olarsa onda da fərq eləmir. Çünki ikratka Ç və Ş onsuz da incə olur. Həmişə incədir. İndi burada da baxarıq da укажите слова, в которых все согласные мягкие. Məsələn, onda
çay və tətə. Niyə? A hərfi biz bilirik ki, qalınlaşdırır samiti. Amma ç özün demişik ki, ç hərfi həmişə incədir. Ona görə də çay, kratkaya da burada incədir. Tətə, yo və ya incəldir. Ona görə də biz 10-cunu seçirik. 11-də. Так, 11-də. Укажите слова, в которых у мягкого знака грамматическая функция. Bilirsiniz ki, mягкий znakın 3 funksiyası var. 3 funksiyası var. Tak. Deməli, birinci funksiyası indi sizə yadınıza salım. Mягкий znakın 3 funksiyası var. Ayrıcı, разделительное, ondan sonra смягчающее, incəldir, смягчающее и грамматическое, грамматик. Разделительное nə deməkdir? Разделительное burada mягкий znak və funksiyalardır bunlar hamısı. Mягкий znakın funksiyalarıdır. Amma onu da sizə deyim ki, разделительный mягкий znak var funksiyası. Həm də tвердый znakında разделительная funksiyası var. Bax, mягкий və tвердый znakı bu funksiya birləşdirir. Çünki tвердый znakda və mягкий znakda разделительная funksiya eynidir. Sonra смягчающее. Разделительное nə deməkdir? Məsələn, разделительное yu, ya, i və alınma sözlərdə o hərflərdən əvvəl işlənir. İncəldici, смягчающий, yəni sözün ortasında və sonunda, samitlərdən sonra işlənir. Qrammatik da, yəni qrammatik nə vaxt? J, ş, ç, ş hərflərdən sonra işlədilir və bu samitləri incələşdirmir. Qrammatik. Bax, bu şəkildə yadınızda. Bizə də qrammatическая funksiya нужна, правильно? Qrammatik lazımdırsa, əlbəttə ki, biz bilirik ki, roj, atrej, biric. C variantı burada düzdür. Belə. Keçək 12-ci sualımıza. Tak, 12-ci sualımız. Так, ага. Укажите слова, в которых функция твердого и мягкого знака одинаковая. Deməli, funksiya tвердого и mягкого знака. İndicə sizə dedim ki, tвердый və mягкий znakın funksiyaları eyni olan hansıdır? Разделительное. Yəni ayrıcı. Düzdürmü? Gəlin baxaq. Deməli, baxın, subyekt sözündə. Subyekt. Burada samitlə B samiti və Y saytını burada ayırır. Bulyon sözündə alınma söz biz demişik ki, o alınma sözlərdə o hərfindən əvvəl işlənir. Düzdürmü? Bulyon sözündə doji L ilə onun arasını ayırır. Tak, Salavyi sözündə də V ilə İ'nin arasını, yəni samitlə saytın arasını ayırır. Ona görə də bu разделительное, ayrıcı deyirik buna. Так, дальше. 13-də. Укажите слова, в которых гласное обозначает два звука. Deyir ki, hansı sözdə sayt deməli iki səs verir. Biz də bilirik ki, bu ye, yo, yu və yadır. Düzdürmü? Nə vaxt iki səs verə bilər? Bu hərflərlə söz başlayırsa, bir. Sonra saytdan sonra olarsa bu hərflər, onda da iki səs verir və mягкий tвердый znakdan sonra da bunlar iki səs verir. İndi diqqətlə baxsanız, mayak, yolka, отъезд demişik. Bax, baxın, ya hərfi deməli saytdan sonradır. İki səs verir. Yolka, yodan başlayır deyə. Ona görə də burada da iki səs. Отъезд, tвердый знак, mягкий znakdan sonra olan, видите? Deməli, B variantıdır. 14. Укажите слова, в которых есть всегда tвердый согласный. Всегда tвердый согласный hansıdır? Bir də yadımıza salaq. Tвердый согласный J, Ş və C. Так, gəlin baxaq. Всегда tвердый. Deməli, burada 14-də 10-da D variantı bizdə uyğundur. Düzdürmü? Ширина, жираф и цирк. Правильно. И 15. Укажите слова, в которых есть всегда мягкий согласный. Мягкий согласный hansıdır? И краткое, həmişə incə, Ç və Ş. Düzdürmü?
hansı sözdə deyir, hansı sözlərdə bax, həmişə incə samitlər var. Uçenik, şika və yod. Görürsünüz, ç burada var, ş var və ikratkaya var. Deməli, bizdə C variantı düzdür. Belə uşaqlar, sağ olun, görüşərik.